Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem, münafiqin əlaməti üçdür. Danışdığı zaman yalan danışar, vədinə xilaf çıxar, həmçinin ona etimad olunduğu zaman xəyanət edər. Bunlar hamısı böyük günahlara davet edir. Bu kimlərə aiddir bu cür xislətlər? Yəni günahkar, fasıq insanlara. Yalan danışır, özünü haqlı çıxartmaq üçün və ya malını satmaq üçün və s. və ilaxır səbəblərə görə. Mömin insan yalan danışmaz, vədə xilaf çıxmaz. Mömin bəndə, müsəlman bəndə nəyə söz verdirsə ona gərək xilaf çıxmasın. Elə. Bax, eləyə bilsən söz ver. Bəzi insan görürsən söz verir, sonra eləmir. Neyim, eləyə bilmədim də. Deyir, qardaş, onda söz vermədi. Nəyəsə vəd vermirsənsə, məsələn, gələcəm gözlə gəlirəm. Sən gəlmirsən, o adam da orada yarım saatda səni gözləyir. Doğru deyil. Və ya filan şey məndə də verəcəm. Keçir vermir. Və ya borc alır, qardaş qaytaracam. Filan vaxtda qaytaracam. Qaytarmır. Qardaş, söz vermirsən, əməl elə. Yox, əməl edə bilməysənsə, onda söz vermə. Yadından qaç, inşallah baxarıq. İmkan olsa eləyərəm. İmkan olsa verərəm. İmkan olsa gələrəm. Amma hə, sən bunu inandırırsan, əmin edirsən, söz verirsən, sonra eləmirsən, bu artıq möminə yaraşmır. Bu şeylər münafiqlərin əlamətlərindəndir. Belə şeylər yaraşmır. Və həmçinin də əmanətə xəyanət eləmək. Ona etimad olunur, xəyanət edir. Əmanətə xəyanət etmək münafiqlərin əlamətlərindəndir. Mömin insan ona nəsə etibar olunanda, fərqi yoxdur, mal olsun, mülk olsun, hətta ailəsini belə etibar edir, çıxır gedir, uzaq səfər edir, ailəm sənə əmanətdir. Mömin xəyanət etməməlidir. Bu möminə yaraşmır. Bu şeylər hamısı kimlərə aiddir? Qardaşım, fasiqlərə, mücrimlərə, günahkarlara, münafiqlərə, kafirlərin xislətindədir. Hətta görürsən, yəni bəzi yerlərdə subhanallah artıq adiləşib xəyanət, adiləşib. Mömin insan da onlara bənzəməməlidir.